Axşamınız xeyir dostlar. Hər gecə bir nağıl dinləməkdən yorulmadınız ki? Elə isə keçid alaq növbəti nağılımıza. Bu axşam sizə Dəmirçi nə tapdı adlı Danimarka nağılı danışacağam. Kəndin dəmirçisini bir toya dəvət etmişdilər. Bu toy bildiyimiz toylardan çox fərqli idi. Kənd ağasının qızı qonşu kənd ağasının oğluna ərə getməyə hazırlaşırdı. Toyda yemək içmək bol olacaqdı. Süfrəyə qurd südü, can dərmanı qoyulacaqdı. Hamı doyunca yeyib içib əylənəcəkdi. Günlərlə bu günü gözləyən usta tarlaların arası ilə toy evinə gedərkən bundan qabaq heç görmədiyi qəhvəyi rəngli parça qırağına rast gəldi. Bu yaylıqdan böyük, şərfdən kiçik, köhnə amma yaxşı bir parça idi. Dəmirçi parçanın orasına burasına baxıb heç nəyə bənzətmədi. Amma bir işə yarayar deyə cibinə qoydu. Tarlaların və çöllərin arasından keçib toy evinə çatanda məclisin başladığını gördü. Sevinclə toy həyətinə girdi, amma kimsə onunla maraqlanmadı. Ona baxanlar belə salam vermədən başlarını çevirir, toy sahibləri hər kəslə danışdığı, xal-xətir soruşduğu halda ustanın üzünə belə baxmırdılar. Usta çox incidi. Biraz sonra hər kəs süfrəyə dəvət ediləndə onu çağırmadıqları üçün ağacın dibində tək başına qalanda çox xətrinə dəydi. İstəmədiyim yerdə niyə qalım axı? Deyə düşünərək evinə doğru yollandı. Yenə eyni yolla geri qayıdıb kəndin kənarındakı evinə çatdı. Qapını açıb içəri girəndə arvadının ocağın başında uşaqlara yemək hazırladığını gördü. Qadın ərinin gəldiyini görəndə heyrətləndi. Sən indi toyda olmalı deyilsən? Başını qaldırmadan soruşdu. Yoxsa ağaların toyu belə tez bitdi? Heç soruşma. Başıma elə iş gəldi ki, toyda heç üzümə baxan olmadı. Heç süfrəyə də dəvət etmədilər. Halbuki mən bu kəndin yeganə dəmirçisiyəm. Amma sanki məni görmürdülər. Tək başına eləcə qaldım ortada. Niyə belə etdilər ki? Qadın döndü və birdən qorxu içində bağırdı. Sən, hardasan sən? Səsini eşidirəm, amma səni görmürəm. Deyəsən, bugün kənddə hamı dəli olub. Yoxsa sənə cadu zad ediblər. Nə cadu? Səni görə bilmirəm. Səsin gəlir, amma özün yoxsan. Usta güzgüyə baxıb özünü gördü. Yaxşı, bəs o zaman niyə başqaları onu görmür? Birdən ağlına bir şey gəldi. Əlbəttə, bunun səbəbi tapdığı o parça ola bilərdi. Cibindən parçanı çıxarıb arvadına vermək istədi. Amma parçanı əlindən buraxan kimi qəribə parça yoxa çıxdı. Sən demə, tilsim sadəcə parçanı tapan insanın üstündə olanda işləyirdi. Arvadı ustanı yenidən qarşısında görüb çox sevindi. Dəmirçi də bu işə sevindi. Sonra yenidən toya getdi. Çox hörmətlə qarşılanıb ziyafət süfrəsinin başına dəvət edildi. Kim bilir, bəlkə də toy evində hələ də əylənirlər. Bu axşamki nağılımızın da beləcə sonuna gəldik. Növbəti axşam yeni bir nağılla qarşınıza gələcəyik. Amma siz hansı nağılı dinləmək istəyirsinizsə, mütləq şərhlərdə bizimlə bölüşün.